Salam izləyiciləri, bugün sizi Masazırda Mətanət şirkətinin arxasında belə bir 2 mərtəbə 4 otaqlı həyət evi ilə tanış edirik. Geniş həyəti var, 50 kvadrata yaxın. Ümumi sahəsi 1.5 sotdadır. Evin özü 130 kvadratdır. 9 daş kürsülüdür. Tam təmirlidir. Tam mülkiyyətdir. İpotekaya da yararlıdır. Həyətin, evin fasadını da belə bir, baxın, hər bir tərəfdən açıq yeri var. Görürsünüz ki, rahat girib çıxmaq olur. Belə bir aşağıda hündür zirzəmisi var. Göstərdik. 9 daş kürsülüdür. Çıxırıq. Dəhliz sistemidir, görürsünüz, dəhlizidir. Həyət evimizin dəhlizidir. Solda qonaq otağı yerləşir. Qonaq otağını göstərəcək sizə. Böyük, geniş qonaq otağı var. Baxın, görün nə böyük, geniş qonaq otağı var. Monolitdir. Həyət evimiz monolitdən tökülüb. Bir ikinci mərtəbə. Çox keyfiyyətli tikilib. Bu da mətbəxidir. Birinci mərtəbədə sanitar qovşağı göstərdik. Pləkanlarını da göstəririk. Belə bir kladovkası var. Bu da pləkanıdır. Çıxırıq ikinci mərtəbə ilə sizi tanış eləməyə. İkinci mərtəbə ilə tanış edirik. Burada da dəhliz sistemidir. 3 dənə yataq otağından ibarətdir. Göstəririk. Bu bir yataq otağıdır. Həyət evimizin yataq otağıdır. Bu ikinci yataq otağıdır. Geniş yataq otaqları var. Göstəririk. Bu da üçüncü yataq otağıdır. Evimiz tam təmirlidir. Kombi sistemi çəkilib. Tam mülkiyyətdir. Evdə torpaqda kupçası var. İpotekaya da yararlıdır. Belə bir eyvanı var. Çıxıb göstərir eyvanı sizə. Baxın. Mətanət şirkəti Masazırda, düz Mətanət şirkətinin arxasında. Alip Eftekanın yanı, magistral yoldan bir 700-800 metr. Bu da bizim ikinci mərtəbə ilə tanış edirdik. Bu da ikinci mərtəbənin sanitar qovşağı. Tam təmirli. Həyət evi ilə Masazırda sizi belə gözəl həyət evi ilə tanış edirdik.